2 həftəyə yaxındır ki, işıqsız və qazsız qalan Nardaran sakinlərinin elektrik enerjisi artıq bərpa edilib, amma hələ ki bütün Nardaran sakinlərinin elektrik enerjisi təmin olunmayıb. Fərdi qaydada xüsusi müqavilə bağlayaraq SMS tipli sayğacların quraşdırılmasına razılıq verən abonentlər yalnız işıq və qazla təmin olunacaq. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına tətbiq edilən məhdudiyyətlər də artıq aradan qaldırılıb. Əməkdaşımız Ruslan Eldaroğlu bugün qəsəbədə olub. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Nardaranda elektrik enerjisinin bərpası istiqamətində işlərini davam etdirir və hal-hazırda qəsəbə sakinlərinə yeni elektrik sayğaclarının quraşdırılması prosesi gedir və bu proses yalnız Səhmdar Cəmiyyətlə müqavilə imzalayan vətəndaşlara şamil edilir. Qəsəbədə yaradılan qərargaha gələrək müqavilə imzalayan sakinlər həmin gündən elektrik enerjisi ilə təmin edilir. Artıq 300-dən çox evin işığı bərpa edilib. Bununla yanaşı elektrik naqillər də Səhmdar Cəmiyyətin işçiləri tərəfindən yoxlanılır. Xətlərin yenilənməsi işlərindən sonra isə abonentlərə yeni sayğaclar quraşdırılır. Hər bir işin armasında, yəni ki, heç bir problem yoxdur. Gün ərzində nə qədər sayğac var? 80-90 arasında. Nə vaxtdan başlamışsınız? Harca olar bir 5 gün, 6 gün olar. Ümumilikdə nə qədər sayğac deyilir? 3000. Qəsəbənin mavi yanacaqla təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Azərqaz Səhmdar Cəmiyyəti də analoji tədbirlərini həyata keçirir. Amma hələ də əksər Nardaran sakinləri evlərini odun və taxta parçası hesabına isidir. Qəsəbə sakinlərinin Nardarandan çıxışına tətbiq edilən qadağa isə aradan qaldırılıb. 189 saylı xətt üzrə işləyən marşrutun normal şəkildə qəsəbədə hərəkəti bərpa edilib. Bir həftəyə kimi, 5 gündür. Neçə avtobus var? 8-dən. Normal qrafiklə işləyirsiniz? Bəli, demək olar ki. Bəs giriş-çıxışda polis nəzarəti, yoxlama var? Var. Bu arada Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Natiq Kərimov istintaqa cəlb edilib. Son hadisələrlə bağlı izahatın alınması üçün o baş prokurorluğa aparılıb. Digər versiyaya görə isə Kərimovun Bakı Hava Limanı ərazisində kafe sahibi olduğu və həmin obyektdə MT-nin baş idarəsinin sabiq rəisi Akif Çovdarovun nəzarət etdiyi deyilir. Natiq Kərimovun saxlanılmasını da bununla əsaslandıranlar var. Nardaran qəsəbəsində isə yeni polis bölməsi inşa ediləcək. 42-ci polis bölməsinin tikilməsi üçün artıq qəsəbə ərazisində yer də ayrılıb. Bölmə Nardaran və qonşu ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradılır. Qəsəbənin əsas giriş-çıxışı isə hələ də hüquq mühafizə orqanlarının nəzarəti altındadır. Bir qədər əvvəl isə saxlanılan Nardaran sakini Natiq Kərimov sərbəst buraxılıb. O 6 saatdan çox Baş Prokurorluğun Ağır Cinayətlər İşlər İdarəsində ifadə verib. Onun ifadəsi Nardaranda baş verən hadisələrlə bağlı olub.